Bu xalqın, bu millətin bu fikri ancaq şou yaranıb bütün kanallarda. Bilmirəm nədən ötürüdür. Ya Qarabağı yaddan çıxartmaqdan ötürüdür bu. Sanki bilərəkdən olur ha. Mənə çatmır bu. Bu nədəndir bu qədər şou olar? Xorey də pişirirlər, bu da şou olub. Nə bilim, nəyə gedirlər? Mən bilmirəm, mən indiyəcən, nə bilim, valla mənə elə gəlir ki, buna ancaq yuxarı dairələrdə baxılmalıdır. Danışmaqla, məndən çox da danışan yoxdur ki. Danışırıq, ancaq hər kəs deyir, öz işindədir. Yenə də öz işlərindədir. Bəli. Kanallarda mən misal üçün tərbiyəvi elə bir, mən açığın deyim, sən gizlətmirəm. Mən ictimai televiziyanı çox bəyənirəm. Bəli, mən də Çox bəyənirəm. Doğru. Düzdür, insanlara musiqi də lazımdır, çalğı da lazımdır, oxuyub oynamaq da lazımdır. Ancaq hər şeyin ölçüsü olmalıdır da, ölçü. Necə ki, keçmişdə var idi, ölçü. Bu ölçü olmalıdır. Bax, Xəzər televiziyasına, baxıram mən ona. Bəli, çox gözəl televizyadır. Ancaq o bir kanalları hansını açırsan, eyni kanalda mən elə oxuyan görmüşəm ki, knopka basmışam, görürəm ki, orada həmən o adam. Basıram bu adam. Bu olmaz belə şey. Bunu niyə görmürlər? Bax, mən hərdən deyirəm ki, yaxşı, mənə də Allah iki göz verir. O yuxarıda oturanlara da göz verib də, kör deyirlər ki, düzdür? Mən görəni onlar da görür. Bəs bu millətin namusunu ortalığa qoyub pul qazanmaq olmaz. Mənim əgər bu qızım çıxır, lüt çıxırsa ora, elə bil sənin qızındır da bu adam. Niyə icazə verirsən ona? Hələ mən başqa şeyləri demirəm, çox şeylər var. Yaxşı, bunu görürlər də.